Rima ana, əziz şəhid anaları, əziz şəhid valideynləri, gələn bütün qonaqlar, hər birinizi biz Elton qardaşımızın ad günündə deyərdim xoş gördük. Çünki bugün bizim qürur günümüzdür. Bugün bizim tarixi bir gündür. Bugün Elton balamızın 20 yaşı tamamdır. Bəli, 19 yaşlı qəhrəman. 19 yaşlı qəhrəman bizim zəfər tariximizi yazdı. Bizim Qarabağımızı bizlərə qaytardı. Əziz Rima ana, biz ənənəmizə sadiq qalaraq Ümid Xeyriyyə Cəmiyyəti və Xəbərtime.az saytı adından sizə şəhid anası fəxri diplomu veririk. Çox sağ olun ki, siz Elton kimi oğul böyütdünüz. Elton bizim zəhmətli şəhidimizdir. Mən bunu hər yerdə qeyd edirəm ki, Elton hələ kiçik yaşlarından daima valideynlərinə kömək edərək hətta bir ev qurmuşdu. Biz o evdə də qonaq olduq. Çox zəhmətli bir şəhiddir. Çox zəhmətli bir oğlan olubdu. Bəli, onun ancaq sonluğu cənnət ola bilərdi. Onun ancaq sonluğu qəhrəman ola bilərdi. Çox sağ olun, bir ana kimi qarşınızda baş əyirəm. Çox sağ olun, əllərinizdən öpürəm. Bütün şəhid anaları var olun ki, siz bizim tariximizi yazan oğulları böyütdünüz. Siz bizim yeni tariximizi yenidən yazdırdınız bizlərə. İllər keçəcək, əsrlər keçəcək, amma bu oğullar heç zaman unudulmayacaqdır. Bizim Azərbaycan xalqımız heç vaxt inanmaram ki, oğlanları unudar. Çünki şəhidlər bizim qürurumuzdur, şəhidlər bizim kimliyimizdir, şəhidlər bizim mənliyimizdir. Çox sağ olun Rima ana, buyurun bizim adımızdan qəbul edin, əziz ana.